Ən çoxu məhz dayanma duruma ilə gəlir. Yəni məcburiyyət qarşısında qalırlar, dayanma qaydalarını, durma qaydalarını pozurlar. Bu da bilirsiniz niyə belədir? Çünki Bakının 90% küçələrində 3.27 dayanmaq qadağandır nişanı var. Yəni dayanmaq qadağandır, bizə maşını 1 saniyə belə saxlamağa icazə vermir. Bəli. Mən keçən səfər də bunu verilişdə dedim. Sürücülərimizin bu qaydanı pozmaması üçün bir çıxış yolu var. 3.27-ni 3.28-lə, yəni dayanmaq qadağandır nişanını, durmaq qadağandır nişanı ilə əvəz etsələr, hər bir sürücü içimən qarışıq gəlib səni yoldan götürəndə görəcəm durmaq qadağandır nişanı da Elnur oturub mənim maşınıma minəcək, maksimum yarım dəqiqə çəkəcək də sənin maşına minməyin və mənim oradan tərpənməyim. Buna görə cərimə tətbiq edilməyəcək. Və artıq sürücülərimiz də, həmçinin taksi şoferləri də rahatlıqla sərnişinləri sərnişinin olduğu yerdən götürə biləcəklər. Qayda pozmayacaqlar da, yəni artıq sürücülər qayda pozmayacaqlar.